Salam əziz yoldaşlar, əziz həmkarlar. Bugün deməli 14 iyul 2026-cı ildə taksonomiyadan düşmüş iki sualın izahına birlikdə baxırıq, izah verirəm. Bacardığım qədər belə sualların izahını verəcəm ki, sizin üçün də MİQ imtahanında daha asan olsun. Ümumilikdə dərslərimizə qoşulmaq lazımdır. Dərslərimizə qoşulmaq üçün 050 428 21 73 nömrəsi ilə əlaqə saxlamaq lazımdır. Nuranə Vəliyeva informatika və kurikulum üzrə MİQ sertifikasiya hazırlığı üçün. Deməli, taksonomiyadan iki sual bizi qarşıladı. Birinci sualımız belə idi. Avtomatik suvarma üçün proqramlaşdırma dili vasitəsilə proqram qurmaq. Bu bizdə taksonomiyanın tətbiq etmək mərhələsidir. Çünki burada da qeyd etdiyim kimi, öyrənilmiş qayda və alqoritmləri biz konkret olaraq praktik məsələnin həllində tətbiq edirik. Yəni biz oradan yenidən nəyisə yaratmırıq. Sadəcə olaraq öyrənilmiş qayda, alqoritmləri konkret olaraq biz praktikada nə edirik? Tətbiq edirik. Əlbəttə ki, bu bizim üçün olacaq tətbiq mərhələsi. Ümumilikdə yoldaşlar, taksonomiyanın 6 mərhələsi var. Gəlin birlikdə qeyd edək hansı mərhələlərdir. İdraki taksonomiyanın, bax qeyd edirəm, idraç taksonomiyasının 6 mərhələsi var. Xatırlamaq mərhələsi, anlamaq mərhələsi, tətbiq etmək mərhələsi, təhlil etmək mərhələsi, dəyərləndirmək və yaratmaq mərhələsi. Xatırlamaq nədir? Mən öyrənmişəm, xatırlayıram, cavab verə bilirəm. Sadalayıram, sıralayıram, adlandırıram, təkrar edirəm. Yəni bir növ xatırlamaq mərhələsi hafizəyə dayanır. Hafizə üçün önəmlidir. Anlama mərhələsi. Artıq yadıma saldığıma nümunələr gətirirəm, təsvir edirəm, təsnif edirəm, qruplaşdırıram, ümumiləşdirirəm, kateqoriyalara bölürəmsə olur anlama mərhələsi. Təhlil etmək. Təhlil etmək artıq burada biz, üzr istəyirəm, tətbiq etmək. Artıq biz burada testimizin izahında da görürük ki, biz öyrəndiyimizi, nə vaxtsa öyrənmişik qayda, prosedur, algoritm, bu gün onu nə edirik? Praktik olaraq tətbiq edirik. Eyni zamanda bura aiddir algoritmlər, ardıcıllıqlar. Yəni bir növ 99% prosedural bili ilə əlaqəli olur. Təhlil mərhələsi. Təhlil mərhələsi daha çox, ən çox qüvvətləndirici ədatlar var burada. Məsələn, ən təsir edici məqam, mənə ən çox təsir edən məqam. Yəni burada qüvvətləndirici ədatlar var. İkinci bir məsələ təhlil etmək mərhələsində müəllifin mövqeyi var. Məsələn, desəm ki, bir məsələ olub, deyirəm, səncə, sizcə nə düşünürsünüz? Bu dəyərləndirməkdir. Bir də var deyirəm ki, bu məsələdə Aytac nə fikirləşir? Artıq mən varam, sən varsan, bir də Aytac var. Artıq burada nə olacaq? Təhlil mərhələsi olacaq. Təhlil mərhələsində qeyd etdiyimiz kimi müəllifin mövqeyi. Birinci məsələ müəllifin mövqeyidir. İkinci məsələ isə daha dərinliyinə enərək onu biz təhlil edirik. Hissələrə parçalayırıq. Daha da yaxşılaşdırmaq haqqında fikirləşirik. İki məsələni müqayisə edirik, tutuzdururuq, qarşılaşdırırıq. Deməli, bizim üçün taksonomiyadan qeyd etdiyim kimi 14 iyulda informatika sualıdır. İnformatika müəllimlərinə düşmüş taksonomiya sualıdır. Beləliklə bizdən tələb olunan nə idi? Avtomatik suvarma üçün proqramlaşdırma dil vasitəsilə proqram qurmaq. Yəni mən onu öyrənmişəm. Hal-hazırda öyrəndiyimi yeniyəcəm, praktik olaraq tətbiq edəcəm. Gəlirik ikinci məsələmiz. İkinci sualımız belə idi. Deyir, blok sxem qur. Aha, tətbiq. İzah edin. Artıq vəziyyət dəyişdi. Əgər bizdən soruşsa, bizə desəydi ki, blok sxem qur, tətbiq edir. Amma qurduğum blok sxemi izah elə. Artıq bu olacaq anlama mərhələsi. Çünki blok sxem mənasını dərk etmək lazımdır. Öz sözlərimizlə demək lazımdır, interpretasiya etmək lazımdır, izah etmək lazımdır. Bu da bizim üçün anlama mərhələsi olacaq. Yaratmaq mərhələsi yoldaşlar, bilirsiniz nədir? Yaratmaq mərhələsi unikal bir məhsul ortaya qoymaqdır. Yaradıcılıqdır. Artıq sən burada olmayan bir məhsulu ortaya qoyursan. Yəni bizim üçün 6 mərhələnin hər birini açar məqamlarını sizin üçün demiş oldum. Qeyd etdiyim kimi
14 iyul bizim üçün qəbula 2 sual düşmüşdü. Birinci sualımızın doğru cavabı tətbiq etmək, ikinci sualımızın doğru cavabı isə anlama mərhələsidir. Yoldaşlar, bununla da biz çalışaraq ki, bununla belə video izahlarımız çox olsun. Bundan sonra canlıda qiymətləndirməni izah edəcəm mən Time Test Bankından. Bu videomuzu da YouTube-a yerləşdirəcəm. Digər sosial şəbəkələrə yerləşdirəcəm. Bizim üçün, bizimlə əlaqə saxlamaq üçün 050 qeyd etdiyimiz kimi, bayaq da qeyd etdik, 050 428 21 73 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm informatika, həm də kurikulum dərslərimizə qoşulmaq üçün. Sağ olun, Allaha əmanət olun, hələlik.